يا رب العالمين 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 Salam dəyərli İntizar Radiosu izləyiciləri. Hər birinizi ayrı-ayrılıqda xoş gördük. Mübarək cümə gününün axşamında İmam Mehdi süfrəsindəyik. Süfrəniz açıq, ruziniz bol, ömrünüz uzun olsun. Muharremdir hanım Zeynep ezası, Muharremdir hanım Zeynep ezası, bizi sesli Hüseyin'in Kerbelası.
يرحل بس نوح حسين وخبر شاع طفح بن هاشم قبل الوداع. يرحل بس نوح حسين وخبر شاع طفح بن هاشم قبل الوداع. المدينة تصيح صوبه ما يتفارق حسين طفح بن هاشم قبل الوداع. طفح بن هاشم يرحل حسين. اللهم صل على وليك وابن أوليائك الذين فرضت طاعتهم وأوجبت حقهم وأذهبت عنهم الرجس وطهرتهم تطهيرا. اللهم انصره وانتصر به لدينك وانصر به أولياءك وأولياءه وشيعته وأنصاره واجعلنا منهم. Zühurun intizarı. İlahi, biz elə bir əzəmətli dövlətin şövqündəyik ki, onun sayəsində İslam və müsəlmanlar öz izzətini geri qaytarsın. Nifaq və münafiqlər zillətə düçar olsun. O dövlətdə bizi sənə itayətə dəvət edənlərdən, öz yoluna rəhbər olanlardan et. İftitah duasından. İftitah duasının oxunması çox tövsiyə edilmiş cümlələrindən biri də əsrin sahibi Həzrət İmam Zamanın zühuru zamanı qurulacaq dövlətin arzusunda olmaq barəsindədir. Eyni zamanda duanın bu hissəsindəki cümlələrdə İslam hökumətinin məqsədi və bizim vəzifələrimiz göstərilmişdir. Xoşbəxtlikdən Həzrət İmam Zamanı tanımaq və onun zühurunun intizarını çəkmək neməti hamımıza nəsib olmuşdu. Həzrət Mehdinin zühuruna inam bütün müsəlmanların şərik olduqları inanclardandır. Hətta qeyri-müsəlmanlarda da bir növ qurtuluş və xilaskarın zühurunun intizarı məsələsi açıqlanmışdı. İmamət mövzusunun bəzi məsələlərində sünni qardaşlarla aramızda fikir ayrılığı olmasına baxmayaraq, Həzrət Mehdinin zühuruna inanc məsələsində fikir ayrılığı çox azdır.
Bir çox qardaş sünni alimləri Həzrət Mehdinin barəsində kitab yazmış, bu barədə olan hədislərin təvatür həddində olduğunu, yəni bu hədislərin Həzrət Peyğəmbər tərəfindən buyurulduğuna heç bir şək şübhə olmadığını etiraf etmişlər. Lakin o Həzrətin şəxsi xüsusiyyətləri barəsində fikir ayrılığı mövcuddur. Bəzi sünni qardaşlar axır zamanda Həzrət Peyğəmbərin ailəsindən Mehdi adlı bir şəxsin zühur edəcəyi inancındadılar. Lakin onun kimliyi, kimin övladı olması və doğulub-doğulmaması barəsində bizimlə eyni fikirdə deyirlər. Onlardan bəziləri Həzrət Mehdinin axır zamanda doğulacağına inan bəsləyirlər. Doğrudur, sünni qardaşların bəziləri o Həzrətə münasibətdə bizimlə eyni inancı bölüşürlər. Yəni Həzrət Mehdinin Həzrət Fatimə ilə Həzrət Əlinin nəslinin 11-ci övladı olduğuna inanırlar. Hətta bəziləri o Həzrətin doğulduğunu və həyatda olduğunu, eyni zamanda bəzi şəxslərin onunla görüşdüyünü təsdiqləyir, Həzrətlə görüşmüş şəxslərin adını da çəkirlər. Beləliklə, o Həzrətə inananlar təkcə Əhl-i-Beyt tərəfdarları deyil. Doğrudur, digər müsəlmanlar o Həzrətin Allah Rəsulunun xəlifəsi, ilahi elm və qüdrətə malik və Allahın təkvini, təbii vilayətinə sahib olduğu inancında deyirlər. Necə ki, bəzi sünni qardaşlarımız, xüsusilə Şafii firqəsi, digər məsumları alim və əziz Peyğəmbərimizin övladları kimi qəbul edib, hörmət saxlayır və onlara böyük məhəbbət bəsləyirlər. Lakin onların məsum və vilayət məqamında olduğu etiqadında deyirlər. Lakin bütün bu inanclarla yanaşı, sünni qardaşlarımız demək olar, onun zühurunu unutmuşdur. Onları Həzrət Mehdi dövlətinin intizarını çəkənlərdən hesab etmək olmaz. Beləliklə, təkcə Əhl-i-Beyt məzhəbi o Həzrətin zühuru intizarında dəqiqələri sayır. Bizim ilk növbədə əsrin imamı və onun haqq dövlətinin zühurunu gözləməkdə məqsədimizin nə olduğunu və o Həzrətin zühurunda iştirak eləmək istəyimizə hansı amilin səbəb olduğunu bilməyimiz lazımdır. İkincisi, qeyb və intizar dövründə vəzifəmizin nə olduğunu, o Həzrətin həqiqi yolunu gözləyənlərdən olmaq üçün nə etməli olduğumuzu bilməliyik. Üçüncüsü isə, onun dövləti qurulduqdan sonra hansı rolu oynayacağımız barədə düşünməliyik. Allahumma arifni nefsek فإنك إن لم تعرفني نفسك لم أعرف رسولك اللهم عرفني رسولك فإنك إن لم تعرفني رسولك لم أعرف حجتك اللهم عرفني حجتك فإنك إن لم تعرفني حجتك ضللت عن ديني. Ey insanlar! Hər kəs Adəm və onun canişini şeysi görmək istəyirsə, mən Adəm və şeysəm. Hər kəs Nuh və oğlu Samı görmək istəyirsə, mən Nuh və Samam. Hər kəs İbrahim və İsmaili görmək istəyirsə, mən İbrahim və İsmailam. Hər kəs Musa və Yuşəyi görmək istəyirsə, mən Musa və Yuşəyəm. Hər kəs İsa və Şəmunu görmək istəyirsə, mən İsa və Şəmunam.
hər kəs Muhammed və Əlini görmək istəyirsə, mən Muhammed və Əliyəm. Hər kəs Həsən və Hüseyni görmək istəyirsə, mən Həsən və Hüseynəm. Hər kəs Hüseynin imam övladlarını görmək istəyirsə, mən onların özüyəm. Dəvətimi qəbul edin. Mən sizin qulaq ardına vurduğunuz və bilmədiyiniz şeylərdən xəbərdaram. Hər kəs səmavi kitab və səhifələrdə yazılanları bilmək istəyirsə, məni dinləsin. O Quranın vədi, o Quranın vədi, Peyğəmbərin müjdəsidir, Peyğəmbərin müjdəsidir. Bismillahirrahmanirrahim. Âmener rasûlü bimâ unzile ileyhi min rabbihi vel mu'minûn. Kullun âmene billahi ve melâiketihi ve kutubihi ve rusulihi la nuferriqu beyne ahadin min rusulihi وقالوا سمعنا وأطعنا غفرانك ربنا وإليك المصير. عليك أيها العبد الصالح المطيع لله ولرسوله ولأمير المؤمنين. Bismillahirrahmanirrahim. Axirət zaman imtahanları haqqında onların çətinliyi barədə danışırdıq. Bütün bu çətinliklərə baxmayaraq, axirət zaman imtahanlarından keçmək eyni zamanda da asan məsələdir. Çünki əvvəla Allah insanları düz yoldan azdırmaq istəmir. Allah insanlar üçün hidayət istəyir. Və Allah insanlara imtahan verəndə hər bir imtihana uyğun imkanlar da verir.
o imtahandan keçmək üçün. İnsan özünü yoxuluğa vursa, insan özünü görməməzliyə vursa, onda işini çətinləşdirir. Əslində, axirət zaman imtahanlarının çətinliyi haqqında deyilən hədislər hamıya aid deyil. İnsanlar elə bir halda olurlar ki, asan işləri özü üçün çətinləşdirirlər. Bu baxımdan deyirlər, axirət zaman imtahanları çətindir. İnsan özü öz işini çətinləşdirir. Ümumiyyətlə, həyatda insanların çoxu sadə məsələləri özləri üçün çətinləşdirirlər. Səhv mövqe tutmaqla, səhv yanaşmaqla, mənfi xislətlərlə. Bir hədis deyəcəm İmam Rıza əleyhissalamdan ki, imtihandan keçməyin yollarından danışır, yolu bizə asanlaşdırır ki, çətin məqamda o ağır imtihanlardan necə keçəsən. Əslində, bir daha deyirəm, insan həyatının bütün sahələrində belədir. İnsan diqqətli olsa, İnsan səmimi olsa Allahla, özünü aldatmağa çalışmasa, Allah açıq-aşkar onu yönəldir. Onu böhrandan çıxardır. Bir şey istəyiblər bizdən ki, günahkar da olsaq, nə oluruqsa olaq, Allahla səmimi olaq. Səmimi davranaq. Axirət zaman mövzularından danışanda, adətən biz özümüz həm özümüz üçün narahat oluruq, həm başqaları üçün. Adam nigaran qalır. Baxırsan, görürsən, ətrafda bəzi adamlar var ki, çaşqınlıqdadırlar. Haqqı nahaqqa qarışdırıblar, haqqı batilə qarışdırıblar. Çox da nigaran olmağına dəyməz bu məsələlərdə. Hidayət eləyən Allahdır, bunu biz bilsək, Allahın bizdən qat-qat daha çox mərhəmətli olduğunu bilsək, öz bəndələrinə qarşı. O zaman nigarançılığa əsas qalmır. Allah özü buyurur ki, وَلَوْ شَاءَ اللّٰهِ لَجَّمَعَهُمْ عَلَى الْهُدَى. Deyir, Allah iradə eləsə, zorla da olsa onları hidayətə cəm edər, hidayətə yönəldər. Peyğəmbərinə buyurur ki, sən biraz aram ol, nigaran qalma. Onların Allahla öz hesab kitabları var. Bir adam görürsənsə yoldan azıb, Peyğəmbərinə buyurur, sözünün mənası budur. Bil ki, Allah onun üçün kifayət qədər qapı açıb, kifayət qədər ona ürəyi yanıb. Bəziləri elə başa düşür ki, məsələn, Allah Peyğəmbərə deyir ki, özü çox öldürmə, bunların hidayəti yolunda. Bəziləri elə başa düşür ki, məsələn, onda Peyğəmbər Allahdan daha rəhəmlidir ki, Allah deyir, sən bu qədər özü öldürmə. Belə deyil məsələ. Allah deyir ki, mən ərhəmər-rahiminəm, ən rəhimli olan varlığam, Allaham. Kifayət qədər hamıdan çox da bəndələrimə ürək yandırıram. Bütün bunlarla yanaşı bu azğınlıq yol seçibsə, bil ki, onun özündə nəsə var. Yəni, mən səndən çox yanıram bəndələrimə. Və bir adam yolunu azıbsa və axıra qədər azğınlıq yolunda qalırsa, deməli, bunun içində nəsə ciddi bir mənfi xüsusiyyət var. Yoxsa Allah rahat buraxmaz ki, bəndəsi azsın, yolunu getsin, cəhənnəmə düşsün. Mən bu barədə sizə çox danışmışam. Qiyamət günü biz bir şey başa düşəcəyik ki, cəhənnəmə gedən insanlar nə qədər alçaq insanlardır. Allah eləməsin ki, biz də o dəstədən olaq. Çünki rahat deyil, bu boyda rəhmətin müqabilində, bu qədər hidayətin müqabilində insan axırda aqibətdə cəhənnəmə gedirsə, deməli, Allahın bu qədər rəhmətinə müqavimət göstərib. Ciddi müqavimət göstərib. Ona görə Allah Peyğəmbərinə buyurur ki, sən özünü öldürsən də xeyri yoxdur. Mən bilirəm bunu. Mən bilirəm. Hidayət heç Peyğəmbərin də əlində deyil. Allah deyir, bu mənim ixtiyarımdadır. Mən daha yaxşı tanıyıram, onun ruhunun sirlərindən agaham. Amma biz baxırıq cəmaata deyirik, niyə bu belə oldu? Niyə görə bu başa düşmür? Niyə görə bu hidayət olmur? Qoy gedim buna tez izah eləyim, başa salım, məsələni aydınlaşdırım, gedim bunu ayıldım, mən dəlillər gətirəcəm, mən yaxşı tutarlı sübutlar gətirəcəm, mən oxumuşam bu sahədə, dəlil, sübut gətirib bunu mütləq mən dəyişəcəm, hidayət eləyəcəm. Düzdür, bu bizim vəzifəmizdir. Şübhəsiz, hər birimizin vəzifəmiz haqq yolu hamıya aydınlaşdırmaqdır. Amma ifrat canfəşanlığa ehtiyac yoxdur bu məsələdə.
Hər şeyi sənin təbliğatın həll eləmir. Öz təbliğatına, öz gücünə bu qədər də güvənmə. Allah deyir, mən bilirəm. Söz dəlildə, sübutda deyil. Dəlilin möhkəmliyində deyil. Hər iş dəlilin möhkəmliyi ilə həll olsaydı nə var idi ki? Bu bir Allahla bəndə arasında sirdir. Allah deyir, mən bilirəm ki, o ya hidayət olacaq, olmayacaq, o mənim işimdir. Sən vəzifəvi icra ilə çox da öz təbliğatına güvənmə. Çox da hesab eləmə, dağ üstə qoyacaqsan. Mən elə dəlillər gətirəcəm ki, qaçan yer qoymayacam. Bunu bilin ki, layiq olan yolunu tapacaq. Cəmaat yolunda əriyin, xidmət eləyin, bizə tövsiyə budur. Əl-üzdən gələni eləyin, amma soyuqqanlılığınızı da itirməyin. Bilin ki, layiq olan yolunu tapacaq. Hidayət birinin haqqıdırsa, o haqqına qovuşacaq. Hidayət olunmalıdırsa, olunacaq. Layiq olmasa da Allah özü ona bəhanələr gətirir ki, rahat olsun yoldan çıxmağa. Bəhanələr gəlir, onun əlinə bəhanələri özü verir. Hər bir düz yoldan sapmaq üçün 100 dənə bəhanə var. O bəhanələr gərək olsun ki, insan imtihan olunsun. İnnəkə la təhdi mən əhbəbtə. Allah Peyğəmbərinə buyurur, hər istədiyi hidayət eləyə bilməyəcəksən. Hidayət mənim sirrimdir, mənə aid olan məsələdir. Hərdən biz deyirik, vay, zəhərli fikirlər təbliğ eləyirlər, filan cərəyan filan cür təbliğ eləyir, filan cərəyan filan fikirləri təbliğ eləyir. O televiziya kanalı xarici, məsələn, hansısa bir agentlik filan zəhərli fikri yaydı insanlar içində. Düzdür, biz çalışmalıyıq ki, bu zərərli cərəyanlar təbliğ eləməsin, onların təbliğinin qarşısı alınsın. Bunlar hamısı edilməlidir, şübhəsiz. Amma bir adamın qəlbində zəlalətə meyl varsa, bütün bu təbliğatlar vallah onun üçün bəhanədir. İnanırsınız mənə? Birinin qəlbində mərəz varsa, birinin qəlbində xəstəlik varsa, o bəhanə gəzir. Bir şeydən yapışsın, getsin. Hansı səmtə qəlbinə uyğundur. Hər adam özünə uyğun əqidənin dalınca gedir. Mən bunu sizə çox demişəm. Quranın məntiqi budur ki, fikir qəlblə həmahəngdir, əxlaqla həmahəngdir. İnsanların seçdiyi əqidə, məktəb onların əxlaqının güzgüsüdür, mənəviyyatının güzgüsüdür. Biri solçudur, biri sağçıdır, biri liberaldır, biri nədir. Axtarsan, araşdırsan ruhunda o əqidə ilə bir uyğunluq var. Söhbət təhlil məsələsi deyil. Bu təhlilə bilirsiniz nə qədər daxili amillər təsir göstərir. Xasiyyətlər əqidənin seçiminə kömək eləyir, yəni dəstək verir. Hansı əqidəni seçəsən? Hər bir insanın xasiyyətinin seçdiyi əqidə ilə gizli də olsa əlaqəsi var. Bu qəlbə aid olan məsələlərdir. Söhbət təkcə dəlildən, məntiqdən getmir. Eyni dəlili 10 adama gətirsən, hərəsi bir cür başa düşür. Çünki özü ilə o seçdiyi yol arasında uyğunluğu var. Bunun zatı xarabdırsa, zatı deyəndə o ruhunun o dərinliyində bir namərdlik, ləyaqətsizlik varsa, özünü öldür, o gedəcək özünə uyğun tərəfə, özünə uyğun istiqamətə. Hər şey sənin, mənim əlimdə deyil valla. Çox az şey bizim əlimizdədir. Biz bəhanə yaradırıq, nəyisə səsləndiririk. Allah özü öz ixtiyarında saxlayır hidayət məsələsini. Qəlbi ilə hər fikri görüşdür insanların. Hər bir həqiqəti onun qəlbi ilə görüşdür, o özünə uyğunluğunu tapacaq. Eyni şeyə bir adam qulaq asır, deyir, əhsən, bir adam məsxərə eləyir, gülür. Həmən sözü məsxərə ilə qəbul eləyir. Hər bir adamın qəlbinin vəziyyətinə uyğundur. Və mə əleyna illəl bəlax. Peyğəmbərə buyurur ki, bizim üçün, yəni sənin işin təbliğdir. Sən təbliğ o elə qalan şeylərdən işin yoxdur. Vilayət mövzusunda bu hədisi mən dəfələrlə sizə demişəm. İmam Baqir əleyhissalam ya İmam Sadiq əleyhissalam buyurur ki, kuffu anin nas. İnsanların başını buraxın. O sözün əsl mənasında. Başını burax söz var, başını burax. Vilayət məsələsində deyir, insanların başını buraxın. O mənada yox ki, vilayəti çatdırmayın. Çatdırın, amma çox da dəridən qabıqdan çıxmayın. Deyin, hətta o dəfə dedin, bizim haqqımızda danışın. Gördün, əvvəldən inkar eləməyə başladı. Fikir verirsən də, vilayət həssas mövzudur. Nə ki, içəridə var, hamısını üzə çıxardır. Gördün ki, müqaviməti çoxdur, deyir, söhbəti dəyiş. Söhbəti dəyiş deyilən, yaxşı, dünyanı sən düzəltməli deyilsən ki, hər məsələni sən həll eləməli deyilsən ki. Görün, nə misal çəkir, deyir, göyərçin necə öz yuvasını tapır? Vilayət bir göyərçin kimidir ki, onun yuvası olan qəlbləri tapır.
O gəlib harda olursa olsun gəlib yuvasını tapacaq. Amma onun yuvası deyilsə zorla onu ora otuzdur. Bir müddət qalacaq, sonra qaçıb çıxıb gedəcək. Adam var ya, sən dəlillə, sübutla gətirirsən, bir müddət gəlir, sonra bir yol tapan kimi qaçır gedir. Yoxdur, uyğunluq yoxdur. Bunun qəlbi ilə vilayət arasında uyğunluq yoxdur. Özü öldürməklə deyil. Haqqa möhkəm bağlanan, qəlbi haqqa belə də haqqı qəbul eləməyə hazırlıqlı olan adama nə qədər imtahan gəlsə də yoldan çıxmayacaq. Hazırlığı olmayan adamı nə qədər vadar elə gəlməyəcək. Bu hədisi çox eşitmişsiniz də, əlini kəstirib Həzrət Əli bir şəxsin. Oğurluq eləməyin cəzası barmaqların kəsilməyidir. Barmaqların kəsib qanı axa-axa gedir. Xəvarizdən biri də deyir ki, nə yaxşı vaxtı ki, bundan əlinin əleyhinə bir söz. Bunların işi gücü buydu da bədbəxtlərin. İnsan nə qədər bədbəxt olsun ki, ömrünü Həzrət Əli ilə mübarizəyə sərf eləsin. Nə qədər bədbəxt olsun insan. Deyir, yaxşı məqamdır da gedim əlinin əleyhinə bir söz alım. Deyir ki, əl qan içində gedir. Deyir, əlvi kim kəsdi? Deyir, möminlərin sərvəri, təqvalıların imamı, başlayır tərifləməyə. Qiyamət üzü ağlarının rəhbəri, Peyğəmbər vəsilərinin ən üstünü. Bunun elə bil ki, başına qaynar su tökürlər. Gəlir Həzrət Əliyə deyir ki, dəli eləmisən cəmaatı, divanə eləmisən. Əlini kəsmirsən, səni tərifləyir. Həzrət Əli deyir ki, bəs bu hədisi Peyğəmbərdən eşitməmsən? Peyğəmbər mənə buyurub ki, ya Əli, ləv zərəbtə xəyşuməl mümin. Deyir, əgər qılıncınla müminin burnunun üstünə vursan, səndən dönməz. Burnunun üstünə vursan, indi deyirlər ki, alimlərin bəzidir ki, o ən adamı əsəbləşdirən bir şeydir də. Ora zərbə dəyəndə adam əsəbləşir, itirir də özünü. Deyir, hətta o cürdə vursan, səndən dönsün, səndən dönməz. Və münafiqi bütün dünyanı bir loxma eləyib, münafiqə versən, yedizdirsən, yenə də səndən dost olmaz. Özü öldürməklə deyil, hər bir adam tayını tapacaq. O bir misal var, üzr istəyirəm, o bir ədəbdə onu demirəm. Deyir, kim tayını tapar, bax, o elə bir şeydir. Elədir, dünyanın işi elədir. Hər bir adam özünə uyğunluğu, öz layiq olduğunu tapacaq. Bəli, Peyğəmbər vəfat edəndən dərhal sonra Əhl-i Beytin fəziləti gizlədilməyə başladı. Qoymurdular ki, Əhl-i Beytin fəzilətindən danışılsın. Bunu belə deyə bilmirdilər. Dedilər, hədis qadağandır ümumiyyətlə. Hədis qadağandır, hədis danışmaq qadağandır. Kufəyə Əbu Musa Əşərini təyin elədi də, bilirsiniz, xəlifə. Ondan qabaq Səd ibn Əbi Vəqqas, Ömər Sədin atası. Qısa müddətdə Əmmarı təyin elədilər Kufə valisi. Bilməm, bilirsiniz, yox. Qısa müddətdə sonra dedi ki, səhv eləmiş, tez çıxartdılar Əmmarı. Uzaqlaşdırdılar, sonra Əbu Musa Əşərini təyin elədi. Əbu Musa Əşərini təyin eləyəndə dedi, get Qurandan danış ancaq. Kim qalə Rasulullah desə, dilini kəsəcəm. Qadağan elə, hədis qadağan elə. Qadağan oldu uzun müddət hədis danışmaq. Kufə niyə bu qədər mühüm idi, bilirsiniz? Kufə siyasi və hərbi elitanın yaşadığı şəhər idi. Kufə təzə salınmış şəhər idi, hərbi şəhərci idi. Kufəli məfhumu yox idi ümumiyyətlə. Ümumiyyətlə biz hərdən deyirik, Kufəlilər belə. Kufə qədim şəhər deyildi. Kufə 2 gündə yaranmış. Çoxsu Mədinəli idi Kufəlilər. Yəni Kufəlilər Mədinədən gəlmişlərdi. Kufənin köklü əhalisi yox idi. Kufə yığma bir şəhər idi. Bir hərbi şəhərci idi. Bir daha deyirəm, siyasi və o vaxtda hərbi sahədə seçilənlər elə siyasi nüfuza malik adamlar idi. Hərbi və siyasi elitanın yaşadığı yer idi, həssas yer idi. Onlar təyin edici qərar verirdilər. Onların fikri önəmli idi. Onların verdiyi qərar hər bir şey önəmli idi. Ona görə Kufəyə xüsusi fikir verirdilər, diqqət edirdilər. Təzə təsis eləmişdilər. Əbu Musa Əşərini ora təyin elədi. Uzun müddət orada Əhl-i Beyti tərifləmək, Əhl-i Beytin tərifi haqqında danışmaq qadağan olundu. Sonra Əli əleyhissalam xilafətə çatdı, xəlifə oldu. Huzeyfə bilirsiniz də çox dəyərli səhabəsidir Həzrət Əlinin. Huzeyfə orada idi. Çıxdı minbərə, dedi, bax, nəhayət ki, haqq sahibinə gəldi, çatdı. Danışdı bir qədər Həzrət Əlindən, bir dənə cavan oğlan var idi Kufədə, bir cavan idi. Huzeyfəyə dedi ki, mən heç bu sözləri indiyə qədər eşitməmişəm. Bu Əli kimdir ki, sən bunu belə vəsf elədin? Huzeyfə dedi ki, indiyəcən demək olmazdı, qadağan idi.
Dedi, mən təcili o ağanı görmək istəyirəm. Hardadır? Dedi, Bəsrədədir. Cəməl döyüşü başlayırdı. 2-3 kəlmə sözlə uzaqdan uzağa deyir, dedi, mən apar onun yanına. Gəldilər Həzrət Əlinin yanına, deyir, ancaq oturub Həzrət Əliyə baxırdı. Həzrət Əli əleyhissalam dedi ki, kim Quran götürər, gedər o Cəməl döyüşündə o düşmənlərlə danışar, onları dinə, haqqa dəvət eləyər. Bu cavan dedi, mən gedərəm. Həzrət Əli dedi, sən gəncsən, onlar çox namərd adamlardır, onlar sənə rəhm eləməyəcəklər. Sözün qısası, sözü uzatmıram. Quran əlində getdi, axır bu təkid elədi, getdi, dayandı, Quranla onları, Quran dəlilləri ilə Həzrət Əliyə dəvət eləməyə başladı. Hücum elədilər, eyni Həzrət Əbəlfəz ağa kimi sağ qolunu kəsdilər, sol qolunu kəsdilər. Quranı sinəsinə dayadı, boğazı ilə saxladı və tikə-tikə doğradılar onu orada. Həzrət Əli əleyhissalam dedi, gedin o gəncin cənazəsini alın, onlardan gətirin. Cəməl döyüşü qəribə bir döyüşdür. Danışmaq da olmur, bir çox cəhətdən məsləhət deyil danışmaq, amma çox qəribə bir hadisədir. Orada Peyğəmbərin yanında olan, Qədirxumu görən, Həzrət Əli ilə bir yerdə böyüyən səhabələr qılınc çəkib Həzrət Əliyə qarşı, bu bir Huzeyfənin çıxışı ilə hidayət olub, gəlib tikə-tikə doğranır Həzrət Əlinin yolunda. Hansı dəlildən, sübutdan danışasan bundan sonra? Hansı dəlildən danışasan ki, 100 minin qabağında deyib, mən kuntu Mevla, fahaza aliyyum Mevla. Bundan bir dəfə deməyib, 10 dəfələrlə deyib. İlk gündən axır günə qədər onu görənlər gedir, qılınc çəkir ona. 2 gündə əlini tanıyan gəlir, Huzeyfə vasitəsilə hidayət olan, heç eşitməmişdi Həzrət Əli haqqında heç nə, gəlir onun yolunda tikə-tikə doğranır. Bu tarix bizə çox şeydən danışır, çox şeydən xəbər verir. Çox şeydən xəbər verir. Baxırsan, bunlar necə xəta elədilər, nə ciddi səhvlərə yol verdilər. Osmanın qanını almaq bəhanəsi ilə. Osmanı özləri öldürmüşdü bunlar. Orada olan o, nə bilim, bəzi insanlar var ki, istəmirəm adlarını çəkəm, onun Osmana bir hansısa bir rəğbəti var idi. Tarixi oxuyun siz Allah, oxuyun, ibrət alın və baxın, görün ki, tarix, hidayət və zəlalət mövzusunda açıq-aşkar mövqe qoyur ortaya. Heç də bəhanələr tapdılar, azdılar yollarına. Ma ənzəlnə aleykəl Qur'an li təşqa. Ya Rasulallah, özünü öldürmə. Quranı sənə göndərmədi, özünü bu qədər əziyyət salasan. Ləalləkə bâhiun nəfsək. Az qalırsan, özünü onlar üçün öldürəsən. Həlak olasan, az qalırsan bunların hidayəti yolunda. Bir dənə söz deyir Peyğəmbərə, qəribə sözdür. Deyir ki, o qədər istəyirsən bunlar hidayət olsun. İstəyirsən göyü yarasan, göydən elə bir aşkar dəlil gətirəsən. Yerin təkindən aşkar dəlil çıxardasan ki, hamısı gəlsin hidayətə. Peyğəmbərə buyurur ki, ehtiyatlı ol ki, nadan olmayasan. Peyğəmbərə deyir, ehtiyatlı ol. Və lə təkunənnə minəl cahilin. Peyğəmbərə bu mövzuda görün necə deyir. Əqli kul deyir, Peyğəmbər ağlın özüdür. Deyir, ehtiyatlı ol, sən bu məsələdə birdən cahillərdən olarsan. O qədər istəyirsən ki, sən bunlara açıq-aşkar dəlillər gətirəsən, sən qəlblərdən mənim qədər xəbərdar deyilsən. Bilirəm, sən bunu xoş məramından elirsən, sən bunlara o qədər aşiqsən elirsən, bunların hamısını Allah bilir təbii ki. Amma haqq qeyblə sübut olunmaz. Haqq gərək bir qədər mübhəm olsun, qaranlıq olsun, bir qədər tam şəffaf olmasın, haqq örtülü olsun ki, insan onu tapmaqda dəyərli olsun. Örtülülüyündədir haqqı tapmaq. Amma eyni zamanda öz əhli üçün çox asandır haqqı tapmaq. Axır zaman imtahanlarından danışanda adam həm qorxur, həm də İmam Sadiq dedim, xeymənin, çadırın pərdəsini çəkirdik, görürsən günəşli deyirən, şək eləmirsən ki, günəşli deyir, yox. Bax, haqq əhli üçün axirət zamanda bu qədər aydın olacaq. Bu yandan deyirsən çətindir, bu yandan aydın, qalıb sənin qəlbinin vəziyyətinə, qalıb sənin öz vəziyyətinə. Səmimi axtaranlar, Allahla səmimi olanlar haqqı həqiqəti tapacaqlar, mütləq tapacaqlar. İnsan neynir eləsin, oyunbazlıq eləməz, hoqqabazlıq eləməz. Neynir eləsin, oyunbazlıq eləməyən adamlar haqqı tapır. Gələk çıxaq İmam Rıza əleyhissalamdan olan bu hədisə. İnnə mimmən yəttəxizu məvəddətənə əhləl beyt ləmən huvə əşəddu fitnətən alə şiətinə minəd-dəccal. Buyurur ki,
biz Əhl-i Beyti sevənlərin içindən bəziləri çıxacaq ki, onların fitnəsi Dəccalın fitnəsindən daha ağırdır. Peyğəmbərin dediyi hədisə oxşar bir hədisdir. Mən hədis görmüşəm ki, seyidlərin içindən elələri çıxar, elə adamlar çıxar, hörmətli olar cəmaatın içində. Ruhani olaraq, həm də seyid olarlar, hörmət qazanarlar, sonra yollarını azarlar. Cəmaatın da bir dəstəsi onların vasitəsilə yoldan çıxar. Maraqlı da hədis buyurur ki, elə ki biri dünyadan köçdü, birini Allah gətirər, ondan imtihan eləyər. O seyid də azar, ne üçün azır? O azır, başqalarına bəhanə yaradır. Kim onun ruhunda azğınlığa meyil varsa, din daxilindədir. Dəccalın fitnəsindən. Dəccal bilirsiniz nədir? Dəccal çox alimlər deyir ki, Dəccal belə deyək də informasiya vasitələrinin formalaşdırdığı mühitdir. Dəccal budur. Ağı qara, qaranı ağ göstərir. Dünyanın görürsünüz vəziyyəti, dünyanı bugün aparıcı, qüdrətli dövlətlər informasiya vasitəsilə idarə edirlər. İncə işləyirlər insanların ruhunun üzərində və çaşdırırlar. Deyir ki, biz Əhl-i Beyti sevənlərin içindən çıxanların fitnəsi bu Dəccalın fitnəsindən artıq olar. Çox pis olar. Bir adam din alimidirsə fitnəsi daha çoxdur. Seyiddirsə üstə gəl, deyirsən hələ əmmaməsi də qaradır. Əmmamə qaradır, bir dənə də imtiyaz. Seyid Peyğəmbər övladıdır, Zəhra balasıdır. O qədər elə Zəhra balaları deyir sizi Zəhranın yolundan azdıracaqlar. İmam Zamanın yolundan azdıracaqlar. Bunu xəbər verir. Əvvəlcədən məlumat verir. Bu fitnənin xüsusiyyətləri hansıdır? Yolunu denən bizə. Çox sadəymiş amma məsələ. İmam Rıza buyurur, qalə bimüvalati ə'daina və muadati əvliyaina. Baxırsan, görürsən, məsələ şəffaflaşdı. Biz onları necə tanıyaq ki, onlar axı alimdir, seyiddir, müctehiddir. Necə ayırdı eləyək ki, bu azğın yoldadır. Deyir, yolu budur ki, onlar bizim dostlarımızla düşmən olarlar, düşmənlərimizlə dost. Amma bizi sevmə iddiasında olarlar. Xüsusiyyətləri budur. Biri bizi güya sevir, amma dostlarımızla düşməndir, düşmənlərimizlə dost. Bəziləri var ya bugün, özünüz tətbiq eləyin də bugünə. Var bəziləri bugün ki, özünü Əhl-i Beytə aid bilirlər, bəzi qərb dövlətləri ilə oturub dururlar, onlardan maliyyə alırlar, onlarla dostluq eləyirlər. Onları himayə eləyən o adamlardır, onlardır, o dövlətlərdir. O yandan da Ayətullah Behçətə lənət oxuyur. Lənət oxuyur, açıq-aşkar, çəkinmədən. Ayətullah Behçətə lənət oxuyur, deyir o irfanbazlıq eləyir. Nə deyim sənə, mən söz tapmıram, deyəm ki, haçan, hansı məqamda Ayətullah Behçət irfanbazlıq elədi? Ayətullah Behçətin oğlu deyir, mən o qoca yaşına çatanda bildim ki, bu Quran hafiziymiş. Yaşlı vaxtında ölümünə az qalmış. Bu oğlu evində bilmir ki, bu Quranı əzbər bilir. Bu bir dəfə icazə vermirdi ki, hansısa bir kəraməti dilinə gətirmirdi. Bunun həyatını siz mütaliə edin, heç vaxt özünə heç nəyə nisbət verməyib. Bu müctehiddir, risalə yazıb. Arifdir, özü üçün həyatını yaşayıb. Bu kiminlə nə işi var ki, sən buna lənət oxuyursan? Niyə lənət oxuyursan? Bunun ailəsinin içi bunun heç bir kəramətindən xəbərdar olmayıb və kimsə hardansa sonradan ustadının dilindən, Əllamə Qazidən nəsə aydın olub, necə olub, 2-3 dənə bir şey biliblər onun barəsində. Mən bir xüsusi cərəyandan danışmıram. Bu cərəyanın misalında hamısını istəyirəm tanıyan insanlar. İmam Rıza Aleyhisselam buyurur ki, düşmənin münasibəti çox önəmlidir. Düşmənin münasibəti çox önəmlidir. Tanımırsan, düşmən kimdir? O radikallar var, Əli adına görə uşağın başını kəsir, qoyur yerə. Onu himayə eləyən dövlətlər, hamısı sənin dininin düşmənidir. Bu qədər aydındır məsələ, mənim qaranlıqdır sənin üçün. Sənin məzhəbin, əqidövün, dininin düşmənidir. Bu, onun qoynunda oturub Əhl-i Beyti təbliğ edirsə, bunun dalıca da düşmək olar yəni. Buraxın, qoyun, onun tayı dalıca düşsün, geçsin. Haracan gedə bilir, geçsin. Maraqlıdır ki, burada da azan insanlar var. İmam Rıza buyurur ki, istəyirsən biləsən kim düzdür, kim səhv, bax gör kim kimləndir, kim kimin yanındadır, kim kimin yanındadır. İslamın əvvəlində çətinliklərdən biri bu idi ki, İslam cəmiyyətindən kənarda xarici düşmən yox idi. Qeyri-müsəlman düşməni yox idi müsəlmanların.
Ona görə qarışmışdı hər şey bir-birinə. Açıq meyar budur. Xarici düşmən ki var, qeyri-müsəlman və İslam düşməni o meyardır. Kim onun yanındadırsa batilliyinə dəlalət eləyir. O vaxtı yox idi bu. Ona görə Əmmar olmuşdu haqqın meyarı. Əmmar. Süffeyn döyüşündə Əlinin işi görün hara çatmışdı ki, bəzilərinin gözü Əmmarda idi ki, görək Əmmarı kim öldürəcək, bilək haqq kimdir, batil kim. Nə var, Peyğəmbər demişdi ki, Peyğəmbər bütün təbəqələr üçün belə də hüccəti tamam edir. Əli Əmmarla tanınmalıdır. Yaxşı, biri tanımadısa, Əmmarı meyar qərar verir. Peyğəmbər buyurmuş ki, Əmmarı zalım qövm öldürəcək. Bir dəstə gördülər ki, Muaviyyənin qoşundaydılar, Siffeyn döyüşündə. Gördülər, Əmmar Həzrət Əlinin qoşundadır. Dedilər ki, axı Peyğəmbər demişdi ki, Əmmarı zalım qövm öldürəcək. Gəldilər Muaviyyənin yanına, bir yana da başçıları var idi, biraz güya zirəngdir bunların içində. Dedi, axı Əmmarı zalım qövm öldürəcək. Əmmar Əli əleyhissalamın yanındadır, Həzrət Əlinin yanındadır. Dedi, axı Əmmarı öldürən olmayıb, hələ gözlüyün görə kim öldürəcək? Qalıb belə ki, indi neyniyək? Bunlar dedi, onda biz döyüşmürük, gözlüyə görək, nadanlıq gör hara qədər. Gözlüyə görək, Əmmarı kim öldürəcək? Döyüşmür təsadüfən. Döyüşdə ox gəldi, bunların o böyüyü var ki, hamısından zirəngdir. Bunların hamısının ağıllığız kimdir dilləri, o ağıllısı. O öldü. O ox dəydi ona, öldü. Bunlar qaldılar başsız, amma yenə gözləyirlər. Gözləyirlər, döyüşdə Əmmarı öldürdülər Muaviyyənin qoşunu. Bunlar gəldi ki, bax görsən, deməli siz azğınsız, Əmmarı siz öldürdünüz, Muaviyyə dedilər. Əmras dedi, biz niyə öldürürük Əmmarı? Bəs kim öldürdü? Əli öldürdü onu. Necə Əli öldürdü? O götürüb gəldi bura. O səbəb oldu Əmmarın ölümünə. Dedilər, ağlabatan sözdür. Düz deyirsiniz. Ağlabatan sözdür. Qaldılar Muaviyyənin yanında. Bundan aşkar Peyğəmbər nə söz desin, daha heç bir təhlilə ehtiyac yoxdur. Deyir, Əmmarı kim öldürsə zalımdır. Orada da o bir nəfər dedi ki, onda Həmzəni də Peyğəmbər öldürdü. Orada bir nəfər Əmrasın oğlu dedi. Muaviyyə qışqırdı Əmrasa ki, get oğlunun ağzını yum da. İndi qarışdıracaq hər şey. İndi mən səndən soruşuram ki, Allahdan soruşaq da, Allahdan müsahibə alsaq deyək ki, ilahi, sən niyə öldürdün axıların o başçısını? Axı zirəng idi, onu Əmras aldada bilməyəcəkdi. Saxlayardın onu, qoy bu aydınlaşdırardı məsələn. Allahın məncə cavabı bu olar ki, onun zirəngliyi, üzr istəyirəm, başına dəysin. O adam ki, Əli kimi hidayət çırağını görüb, hidayət günəşini görüb, onun haqlığını Əmmarın vasitəsi ilə axtarır, elə o cəhənnəmə getsə yaxşı. O elə cəhənnəmə getməyə layiqdir. Əli əleyhissalam o qədər məzlum oldu ki, Muaviyyə ilə Əli arasında seçim eləməkdə Əmmar meyar oldu. Peyğəmbər hamı üçün hüccət tamam eləmək üçün deyib. Yoxsa Əlinin haqlığı parlaq günəş kimidir. Əmmara nə ehtiyac var? Aliyyum mə'al haqq və haqq mə'a Ali vəl haqqu mə'a Ali. Haqq Əli ilədir, Əli haqq ilədir. Əgər onlar çıxmasaydılar, azmasaydılar, daha doğrusu Muaviyyəni tərk eləsəydilər, qoşunun 5də biri, 4də biri olar idi. Təxminən Həzrət Əli qələbə çalacaqdı bir mənalı. Məğlub eləyəcəkdi. Yuzillu mən yəşə, Allah deyir, mən istədiyimi azdırıram. İstədiyimi hidayət eləyirəm. Axı sən necə azdırırsan? Sənin xüsusiyyətin budur ki, sən hidayət eləyənsən. Allah deyir ki, hidayət eləyərəm və mən buna lütf eləyirəm. Görürəm, bu xəstədir. Xəstədirsə, bəhanəsi də var. Bir bəhanə yaradıram ki, qoy getmək istəyir, getsin. Hər bir xəstəyə bir bəhanə yaradıram, getmək üçün. Hər bir xəstəyə. Necə İmam Hüseyn əleyhissalam bəhanə yaratdı Aşura gecəsi. Mən sizə neçə dəfə bu il dedim. Adam oturub fikirləşsəydi ki, nə bəhanə gətirim İmam Hüseyni tərk eləyim gedim. İmam Hüseyn dedi, zəhmət çəkməyin bəhanə üçün. Bəhanələri mən deyirəm sizə. Bunlar məni öldürəcəklər. Sizin qalmağınızın heç bir xeyri yoxdur. Onsuz da məni öldürəcəklər. Qalsa sizi də öldürəcəklər. O tərəflərə baxın, orada əmramanlıqda cəmaat yaşayır. Dava yoxdur, müharibə yoxdur, sabitlikdir, rahatlıqdır. Hansını dedi? Nə ki bəhanə gətir, beyyətimi üzərinizdən götürürəm. Yolu tam açdı, xəstə deyildilər ki, qaldılar. Xəstə olsaydı, əvvəldən gedərdi, xəstələr getmişdi. Sağlamlar qalmışdı. Ona görə də getmədilər.
Bir də tərk eləmədi İmam Hüseyni. Allah açıq-aşkar əlamətlər qoyur. Amma bəziləri ibrət götürmür. Sonra çətindir. Nə çətindir, qardaş? Nə çətindir? Nədir dolaşıq olan, nədir? Hidayət aydın deyilmi? Həqiqət aydın deyilmi? O Mədinəlilərdən bir dəstə var idi. Ağsaqqallar idi. O Mədinənin elitası idi. Nüfuzlu şəxsiyyətlər idi. Yezid Kərbəlada İmam Hüseyni öldürüb, tikə-tikə doğrayıb. Mədinəlidir bunlar. Hüseyin gözlərinin qabağında böyüyüb. Deyirlər, gedək müsəlmanların xəlifəsini ziyarət edir. Yezdin görüşünə gəlirlər. Yezdə də yanındakılar deyir ki, bunlar bək namaz qılanlardır. Bunların yanında araq zad içmə ayıbdır. Bir təhər özü saxla da, 1 saat saxla. Meymunu sadı qoy kənara, araq zad içmə. 1 saat özü yəli elə. Yezid də özünü toplayır, dayanır. Bunlar da gəliblər, ağsaqqal dindarlardır, Mədinədən gəliblər. Kərbəladan sonra bədbəxtlər gəliblər Yezidlə ara düzəltməyə. Oturur, Yezid deyir, əşi, bunlar kimdir? Birazdan sonra. Bunlar kimdir? Gətir o araqdan. Gətir, olan tarixi danışıram. Gətir, buyurun onlara deyir, buyurun. Bunlar deyirlər, bu bizi təhqir elədi. Hüseynin qanı bunlara bəs eləmir, bizi təhqir elədi. Təhqir elədi, çıxıb gəlirlər, Mədinədə qiyam qaldırırlar. Yezid əleyhinə. Qiyam qaldırırlar, ordusunu tökür. Üzr istəyirəm, çox üzr istəyirəm. 900 qadına təcavüz edirlər. 900 müsəlman qadınına. Hüseynin qanına biganə olmağın, Hüseynin qanı vasitəsilə ayılmamağın nəticəsi. Gərək sizin qabağınıza araq süssün ki, ondan sonra əsəbləşəsiz siz. Hüseynin qanı bəs eləmirdi ki, siz haqqını haqdan ayırasınız. 900 qadından nə qədər vələdi zina doğuldu sonra, nə oyunlar açdılar müsəlman ümmətinin başına. Allah bilirsiniz, imtihanlar çətinləşəndə Allah da bu yandan qapını açır ki, buyur buradır. Allah bir hansı müəllim oxşayır, o test qoyarlar qabağa. Allah o testi qoyur qabağa, sonra qulağıma deyir ki, B variantı məsələn. Sən deyirsən, qoy görüm hansıdır. O bir zarafatca misal çəkir. Deyirdi, biri əlində bir şey tutub, deyir, əlimdə 5 dənə fındıq var. Əlimdə neçə dənə nə var? Sual verir. Deyir, görüm neçə. O da deyir ki, əlimdə qoz olar yəqin. O da yumrudur. Məsələn, belədir bəşəriyyətin vəziyyəti. Allah imtihan eləyir bu yandan da özü yol göstərir. Deyir, nəticə budur. Vallah belədir, and olsun Allaha belədir. Bunu zarafat üçün demirəm, eyni misallardakı kimidir. Allah bu yandan güya imtihan eləyir, bu yandan işarə ilə yox, bəzən aşkar deyir ki, buradadır, yol buradadır. Bir də özünü görməməz deyə, eşitməməz deyə vuranda, onu da öz yolunu bağlayıb. Əmras sözünə axmaq adamlar inanır, axmaq insanlar. Əmras gəlir, deyir ki, Əmmarı əli öldürdü, buna inanacaqdınsa, sən hansı dəlillə hidayət olacaqsın? Bugün də yolunu azanlar o Əmrasın ruhunu dirilt gətir, həmin sözlərlə azdırsın. Bugün də adamlar həmin mahiyyətdədir, həmin vəziyyətdədir. Bugün də elə axmaq, dəlilsiz sözlərlə. Çünki bunların yolu, üslubu birdir, eyni şeydir. Onu elmi şəkildə dedi, ya avam şəkildə dedi. Elə Əmmarı əli öldürdü kimidir. Bütün dünyanın batil sözləri bu belə bir sözdür. Xəstə ürəkli adamlar o batil sözlərə tərəf tələsirlər sadəcə. 40 gündür biz İmam Hüseynə əza saxlamışıq. Dünən Ərbəin idi. Səfər ayının sonlarıdır, axır günləridir. Bu 40 gündən sonra Allah bizə bəsirət versin ki, İmam Hüseyin bizə yardım elədi öz Kərbəlası ilə ki, biz bəsirət əldə eləyək ki, haqqını haqdan seçək. O qədər də çətin deyil, özümüzə çətinləşdirməyək. Etinasızlıqla, hiləgərliklə Allahı aldatmağa çalışmayaq. Allah deyir ki, onlar məni aldatmaq istəyirsə, onda baxsınlar. Ne inirsən elə Allahı aldatmağa çalışma. Səmimi ol. Dünən günahkaram, səhvəm, xətam budur. Öz xətovu əsaslandırmaq üçün Allahı aldatmağa çalışma. Allah bizi hidayət yolundan ayrı salmasın inşallah.
Gözəl Allahımız hamımıza dövrün imamını tanımağı, onu xatırlamağı, beləcə əsl müsəlman kimi yaşamağı nəsib etsin. Dəyərli izləyicilər, gələn görüşə qədər Allah amanında. إلهي عظم البلاء وبرح الخفاء وانكشف الغطاء وانقطع الرجاء وضاقت الأرض ومنعت السماء وأنت المستعان وإليك المشتكى وعليك المعول في الشدة والرخاء. اللهم صل على محمد وآل محمد أولي الأمر الذين فرضت علينا طاعتهم وعرفتنا بذلك منزلتهم ففرج عنا بحقه فرجا عاجلا قريبا كلمح البصر أو هو أقرب. يا محمد يا علي يا علي يا محمد اكفياني فإنكما كافيان وانصراني فإنكما ناصران. يا مولانا يا صاحب الزمان الغوث 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 أدركني 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 الساعة 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 العجب 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 يا أرحم الراحمين بحق محمد وآله الطاهرين.